Bloger Nərmin canlı yayım zamanı bildirib ki, yayımda ona hədiyyə göndərən dəstəkçilər bəzi şəxslər tərəfindən tənqid və təhqirlərlə üzləşirlər. Nərmin bildirib ki, hədiyyə göndərən dəstəkçilərə niyə ona hədiyyə atırsan kimi iradlar tutulur, hətta onların ünvanına xoşagəlməz sözlər yazılır. O bu vəziyyətdən narazı olduğunu bildirərək bunları söyləyib. Mən öz xalqımdan elə zərbələr görürəm ki, bəzən çox təəccüblənirəm. İnsanlar çox paxıllıq edirlər. Mənim də yaxşı geyinməyə, yaxşı yaşamağa haqqım var. Artıq işləyirəm, gənc anayam. Buna gözünüz öyrəşsin. Mən heç kimə məcbur deyiləm ki, hər gün nə etdiyimi izah edim. Qutab bişirmişəm deyə hər dəfə qutab bişirməyə məcbur deyiləm. Buyurun sözü gedən yayımı birlikdə izləyək. Videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Ürəyim istəyənlər, Badiyə Karaliyeva bir də gül atdı. Mən onu necə çıxardım? O gül jetona oturur heç. Atacam Orxan sənə, dəstəkçiyə nələr yazıblar. Deyir, qarğış elədi mənə, dedi ki, sənin balan ölsün, ona hədiyyə atdığın yerdə. Deyir, şok oldum. Deyir, dedim ki, o xanıma düşürdü, onun yoldaşı o vəziyyətdədir. Nə olsun, xanım bəzənir, düzənir, əziyyət çəkən xanımdır. Hələ biri var, xanımdır, xaricdə yaşayır. O mənə həmişə dəstək olub da, hər zaman. Ceyimə qədər mənə göndərib. Bir ara problemləri oldu, TikToka zada girə bilmirdi. Dünənləri o mənə hədiyyə atıb, girib ona yazıblar. Axırı götürüb bir nəsə satıb ki, mən Nərmini ta o qutab bişirdiyi vaxtdan tanıyıram. Yəni iyrənclikdir də bir mənalı olaraq. Başımın üstündən indi belə pis çıxmasın. Bir adama 5 dənə universal atdılar. Bəs ona niyə gedib yazmırsınız? Onun dəstəkçisinə niyə gedib o sözü demirsiniz? Çox maraqlıdır. Çox paxılsız valla. Mən öz millətimin haqqında ömür boyu heç yerdə danışmaram. Mən hansısa ölkəyə gedərəm, hansısa rayona gedərəm, harasa gedərəm və yaxud da kimlənsə qarşılaşaram. Mənə deyəndə haralısan? Deyirəm Allah and olsun Azərbaycanı fəxrlə deyirəm. Kimsə də gəlib mən millətim haqqında, xalqım haqqında bir söz deyəndə mən deyirəm ki, demə, mən xalqıma qurban olaram. Amma mən bugünkü gündə xalqın içində çox bəzilərindən elə bir udarlar, elə bir zərbələr görürəm ki, yəni bu nə qədər düzgündür. Mənim 31 yaşım var. Düzdür, mən gənc anayam. Qadınam da, mənim də geyinməyə haqqım var. Mən işləyirəm, artıq gözünüz öyrəşsin. Mən indi qutab bişirmişəm deyənə məcbur deyiləm ki, qutab bişirim. Başa düşdün? Çox sağ olun, necəsiz? Nərmin zəhmətkeş qadındır uşaqlar. Nərmin çox zəhmətçi. Mən onu bilirəm. Sən girib dəstəkçini hədələyirsən. Dəstəkçiyə deyirsən ki, sənin balan ölsün, ona niyə hədiyyə atdın? Ayıb diyor, heç sözdür sən ona. Narahat olma. O dəstəkçi nə olursa olsun gəlib mənə hədiyyə atacaq. O heç belə pis çıxmasın, vecinə də almır. Prosta yana ayıb diye, valla özünüzə hörmət eləyin. Dəstəkçiyə ehtiyac yoxdur. Dəstəkçi nedir bu? Bu pek edir ki. Bu pek edir ki. PK oyun oynayıram mən. Mənim TikToka ömür boyu ehtiyacım olmayıb. Xanım kimdir? Səndən deyiləm, burada yazır. Yəni pek eləmir buna. Heç vaxt. Mənim ümumiyyətlə mənim PK-ya ehtiyacım yoxdur. Düzdür, mənim pula ehtiyacım var. Var. Amma puldan öncə mənim sizi kimi yaxşı izləyicilərə ehtiyacım var. Ay xanım, restoranda otururam, çox sağ olun ara. Restoranda otururam, söyürlər. Allah'ın da olsun. Evdə otururam, söyürlər. Ərimlə video çəkirəm, söyürlər. Mağaza, ay bacı, qurban olum. Tək mən deyiləm, geyim reklam eləyən. Tək mən deyiləm. Məndən qabaq belə pis çıxmasın. İç geyimini reklam eləyənlər var. Altından bacı yazırsınız. Niyə mən gözünüz götürmür? İndi mən bu günləri qutab bişirmişəm deyənə o deməkdir ki, hələ həmişə qutab bişirməliyəm mən. Elə deyil əzizim. Vallah deyirəm. Yəni insan həyatda hər şeyi yaşamalıdır. Siz elə bilirsiniz o qınadıqlarınızı bir gün yaşayacaqsınız. Əmin olun ki, yaşayacaqsınız. Vallah deyirəm. Ay xanım, ərimi söydürmürəm, belə əcəb eləyirəm. Ər mənim deyil, yaxşı eləyirəm. Atmamışam ki, əri satmamışam ki, yanındayam, yanımdadır, qutardı getdi. Ailəmdir, vəsiyo. Neynirəm, bədənimi satıram, neynirəm ki, nə dəxli var? Ay xanım, siz alışın, mən 5 dənə mağaza reklam eləyirəm Bakıda. O nə deməkdir? Nərmin dili azıdır, ürəyi təmizdir. Düz Nərmin. Niyə baş qoşursan olmur, bir sən necə səbəbsiz. Ay, moderator, sən niyə onu səssizə atdın? Bu leopar, bilmirəm. Nərmin bəziləri kimi yayımda dilənmir ki. Kart qoyub pul dilənmir, orasını burasına görə pul yığdırmır ki. Əziyyətlə iş görür, bütün günü şeydədir. Çəkişlədir, bütün günü. Bəziləri harun o qadınlar var ya, addan çəkmək istəmirəm o bəziləri. Kart qoyub pul yığa gedirlər Minokkadan çıxırlar. Bu elə eləmir ki bu. O 211'i çıxart səssizdən. O yazdıq heç nə yazmadı. Yazdı ki, sən niyə baş qoşursan?
Qızlar hansınız atdınız onu çıxardın səssizdən. Ay Masya, aburludur da. Abursuzluq elim neyini ki, Masya. Dəf getdi çağır. Çıxart onu. Ay Orxan qurban olum, tək mən reklam eləyirəm geyim mağazalarını. Orxan, bəs harda işləyim, nə işləyim desinlər də mənə. Kart qoyun paylaşım, neyniyim? Sen neyinirsən ki, gönül reklam edib neyinir ki, bir dənə adi reklamdır. Ne var ki burada? Burada niye böldürsün? Ama neyinir ki, paltar reklam ediyor da. Eləməsin paltar. Cəmaatın qızların gedib maşının qabağına kukla kimi qoyub oynadırlar ya avtosalonlarda bəzilərində. Orada niyə gedib yazmırsınız? Instagramda səhifələri gəzəndə adam biabır olur. Nərmin sözünə ancaq elə at paltar reklam edirlər. Özləri Cücük bilərlər qabağı. Orxan. Onlar qınamırlar, özləri bilir. onlar qınamırlar. Hə, özləri bilərlər. Vallahi heç kimə işim yoxdur. Nə də ki, heç kimə heç vaxt negativ durub demərəm. Çünki hamı əziyyət çəkir. Yəni ən azından siz onları da görün də, məni gördüyünüz qədər onları da görün. Nə oldu? Allaha and olsun deyirəm, normal geyimə bir dənə yazan yoxdur. Sabahdan başlayıram. Ben babşı 9 var mənə pis baxın. Sabahdan başlayıram at paltarzadı reklam etməyə. 9 var gəlmə bir söz deyin. Mağazalar məndən sivəzə kesin. Bəsdir da, tərəf. Görüm indi mənə Orxan, eləyəcək. model kimi işləyə bilərsən də, geyim daşıya bilərsən. Mən ayla. Model kimi geyim daşıya bilərsən. Babayev yaxşı da. Yenə gəldi mənim üzümü güldürməyə. Model lazım olsa deyin. Bax Allah haqqı. Bir şalvarı neçə də olan reklamı? 100 manat. Yox, nə 100 manat olsa nə dərdim? Elantıran üç sürürəm. Bəziləri kimi 0 çanqan sürərəm. Başlayıram mən də. Mağazalar. Boy 1.80, çəki 70. Lazım olsa çağırın, model kimi nə istəyirsiniz durum göstərim. Da bu paltar havzu. Sən çəkdiyin əziyyətin bəhrəsini görsən, bəli, Elantra çanqandan qəşəngdir, bax yenə gəldi. Hay Allah, yenə qurbağa. Babayev yaxşı da nə olar? Baba ev deyəsən axşam mənə parkda yatıdıracaq. O da eləmi gəlib ora? Allah. Babayev, axşam Orxanla PK eləyəcəm. 3 oyun oynayacaq. Orxan uduzsa parkda skamekada yatacaq. Çanqan Çıxın indidən bir yaxşı bir dənə skameyka seçib, oranı təmizlətdirib eləyib. Ayda 700 manat maşına pul verirəm. 3 gündür vaxtı keçib. Hardadır mənim o pulum? Prosta evrənə negativ yox, müsbət enerji göndərirəm. Elantraya qoz qoymarsan. Şokolad niyə ürəyim? Mən ömür boyu Hyundai sürmüşəm. Elantra mənim 3-cü maşınımdır. Ömür boyu 2 maşınınız var, xeyr əzizim, bir dənə. Mən ömür boyu Hyundai sürmüşəm. Bundan əvvəl mən sürürdüm, dizel. Metalik Santa Fe var idi. Sonra Elantra aldım, sedan. Yox, çox razıyam. Maşınım mükəmməldir. Düzdür, nömrəsi itib sürmürəm. Ailə necəsən? Erir istəyir. O heç də o erir. 25 manat.